Bakının bir çox yollarında tıxac yaranıb. Bölgə TV xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda Bakı-Sumqayıt şosesi 20 yanvar metro stansiyası istiqamətində, Ali Mustafayev küçəsi Zinyabiyada prospekti istiqamətində, Mikayıl Müşfiq küçəsi Badamdar dairəsindən 20 nömrəli məktəb liseyi istiqamətində, Babək prospekti mərkəzi istiqamətində, Heydər Əliyev prospekti əsas yol mərkəzi istiqamətində, Tbilisi prospekti 20 yanvar metro stansiyasından mərkəz istiqamətində, Yusif Səfərov küçəsi mərkəz istiqamətində, 28 may küçəsi Pushkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər, Xətai prospekti Heydər Əliyev prospekti istiqamətində, Rəşid Behbudov küçəsi Mərkəzi Bank istiqamətində, 1-ci Göl kənarı yolu Zinyabiyada prospekti istiqamətində, Binəqədi şosesi Azadlı prospekti metro stansiyası istiqamətində, Zinyabiyada prospekti Müzəffər Narmanov küçəsi ilə kəsişmədən, 20 yanvar metro stansiyası istiqamətində, Üzeyir Hacıbəyli küçəsi Azadlı prospekti ilə kəsişməyə qədər, Aeroport şosesi Köroğlu metro stansiyası istiqamətində, Əfiyyətdin Cəllov küçəsi Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur. Rəna Rövşən qızı, Bölgə TV.